Bismillahirrahmanirrahim. Bütün yoldaşlara, sirdaşlara, qrupdaşlara salam arz edirəm. Ayə Döktür Cəfərpur bir iki nüqtə mənim barəmdə və Hafizin barəsində tərh eləmişdilər. Mən əziz yoldaşlardan icazə istəyirəm ki, onlara cavab verəm. Hafizin özü deyir də, müddəi qu lغز و نکته به حافظ مفروش کلک ما نیز زبانی و بیانی دارد با خرابات نشینان ز کرامات ملاف هر سخن وقتی و هر نکته مکانی دارد. Dostlar, mən Hafizə Əhməd Şamlı kimi baxmıram ki, birdən deyir ki, ساقی به جام عدل بده باده تا گدا غیرت نیاورد که جهان پر بلا کند. طبقه کارگر و انقلاب های کارگری و گدا یعنی کارگر و آشوب eləməyə, ədalət ictimai gələ filan, o cür ki, Şamlı orada təfsir eləyir. Əlbəttə, bəzi mütəfəkkirlər də ona ki, sərapa arif baxırlar. Xub, təbiidir ki, mən o cür bir düşüncəm yoxdur. Hafiz bir dənə şairdir. Fars ədəbiyyatında ərsiyə gəlir. Amma düşüncəsi Məsihiyyətə çox yaxındır. Bunun bu düşüncəsi Məsihiyyətə yaxın olmağı bizi dilalət eləyir o səmtə ki, biz deyək ki, bu adam eləyə bilər ki, Məsihi olsun, Məsihiyyət düşüncəsini Fars ədəbiyyatına töksün və İslam aləmində bir dənə böyük rəxnə, bir dənə böyük parçalanmaq yaratsın. Bizim İslami düşüncədə belə var ki, biz bir dənə qaidə-i imkana muhtəqidik. Qaidə-i ki, əhsəndir. Yəni, əhsənu mimmakan. İslami düşüncə bu cürdür ki, bu məxluqat bari və kainat yaxçısı bu idi ki, olubdur. Bundan yaxçı ola bilməzdir. Bu İslami düşüncədir. Müsəlmanı təhcə bu deyir ki, bir elə dildə deyək ki, mən elə müsəlmanam, qutuldu getdi. Əsas o düşüncəni daşımaqdır. Amma xub, Hafizdir ki, gəlir deyir ki, fələk ra səqf beşkafim o tərhi nov dərəndazim. Bizim İslam düşüncədə o mənada tərhi nov dərəndazim yoxdur. Bu bir dənə nüqtə. İkinci nüqtə burada budur ki, Hafiz özü deyir ki, mən neçə işə məşğulam. Aşiq و رند و نظربازم و میگویم فاش تا بدانی که به چندین هنر آراستم. Aşiqidir, rendidir, nəzərbazidir. Ya bir ayrı yerdə deyir ki, eşq و شباب و رندی مجموعه مراد است. چون جمع شد معانی گوی بیان توان زد. Elə o mənada eşq, şəbab və rendi. Yəni, Hafizin düşüncəsində bir dənə biz در həqiqət təslisi ki, yaralda bilərik düşüncəsində ibarətdir bundan. Eşq و şəbab و rendi. Ya eşq و rendi و nəzərbazi budur. Hər şeyi Hafiz bu səmtə yönəldir. Hala rendi bir paraladı, baba, rend arifdir filandır, məktəbi rend. Rend elə öz dilimizdə də rind adam. Yəni, zirəng adam. O ki, çox huşlu başlıdır, zirəhdir, əhlini oxutmayandır. Bu adama hər hal qədimdən elə rind deyidilər. Hardadır Hafizin o şirlərində o deyir ki, icazə verin yadıma salım.
ای دل، بله ای دل طریق رندی از محتسب بیاموز. مست است و در حق او کس این گمان ندارد. او معروف بی غزلوارها جان بی جمال جانان میل جنان ندارد. هر کس که این ندارد حقا که آن ندارد. با هیچ کس نشانی زان دلستان ندیدم. یا من خبر ندارم یا او نشان ندارد. چنگ خمید قامت میخواندت به اشرت. بشنو که پند پیران هیچت زیان ندارد. Burada yetişir ona ki ey del tariq rendi az muhtasib biyamuz. Rendiliği de özü mənəliyir. Rend yəni bir dənə muhtasib kimin adam ki vəzifəsi məst adamları şəhərdən yığmağıdır. Bunun ta özü məst idi. Heç kəs bilmirdi ki bu məstidir. Ey del tariq rendi az muhtasib biyamuz. Məst است و در حق او کس این گمان ندارد. Pəs hafizi ki özünü rendi bilir, yəni eyni bir dənə muhtasib kimindir ki məstdir, vəzifəsi şəhərdən məstləri yığmaqdır. Amma nə mənədir bu adam? Bu adam özü də məstdir. O əsasda bunun əlini hər kəs orada oxuyanmırdı. Monta özü qəzəllərində işarə eləyir ki, bir para mənim istəhli adamlarım gəlirdilər, mənim əlimi oxuyurdular. Mənə deydilər ki, sən gəp adamsan, riyakar adamsan, əhli xirqəsən, bunları töksən yerə, sən o birisi çehrən çıxacaq ha eşi hafız, havasın olsun. دوش می آمد و رخساره برافروخته بود تا کجا باز دل غمزده ای سوخته بود. رسم عاشق کشی و شیوه شهرآشوبی جامه‌ای بود که بر قامت او دوخته بود. گرچه می گفت که زارت بکشم می دیدم که نهانش نظری با من دل سوخته بود. جلیر من یا ما با آدم من محبوبم جلیر منه دیچی گفت و خوش گفت برو خرقه بسوزان حافظ. یا رب get hafız bu xirqəc sənin varındı. Bu xirqə ilə səni müsəlman tanıyırlar və mən bilirəm ki sən müsəlman dərsən. Bunu yendir aşağıya. Ya Rəbbin qəlb şənasi zəkə amuxte bu. Bu hafızın sözüdür. Deyir Allah mən ki bilir rind adamam ki əlimi oxutmayanam. Bu nə cür rəng adamdır ki gəlib mənim qəpliğimi, qəlbliğimi bu mənim tanıdı. Hətta özü də öz müsəlmançılığına inancı yoxudur. Gər müsəlmani این است که حافظ دارد آه اگر از پی امروز بود فردایی. Bilirdi ki bu növ müsəlmançılıq ki bu üzdə görsədir hafız kimin adam deyir ki amandır ha əgər bugündən əlavə bir ayrı gün olsa bir hesab kitabı olsa bir məadi ola bir qiyaməti ola nə nədir mənim əlim üzə çıxacaqdır. Bu hansı xirqə idi ki hafız ondan nigaranıdır ki bunun qəpliği, qəlb şinaslığı üzə çıxacaqdır və bunun əhli oxunacaqdır. حافظ این خرقه که داری تو ببینی تو بینی فردا که چه زنار ز زیرش به دغا بگشایند. خب زنار o Məsihlilərin bir geyişi olardı ya kəmərbənd olardı. Bunlar bağlayardılar özlərinə ki bu nişan Məsihiyyətidir. Sənin bu xirqən ki dilalət eləyirdi sənin müsəlmançılığı var. Bu düşsə yerə hamı biləcəkdir ki sən Məsihisən. Hafizin xirqi ki dari تو بینی فردا که چه زنار ز زیرش به دغا بگشایند. وقت آن شیرین قلندر خوش که در اطوار سیر ذکر تسبیح ملک یا فلک ذکر تسبیح ملک در حلقه زنار داشت. hamı görəcək ki, bəli, mən zikr eləyirdim, təsbih eləyirdim, به هر حال mənə bir zahid adam tanıyırdılar. Amma həlqəyə zonlarda bu ittifaq düşürdü. Bu kəndqanəgi şəxsiyyətdə bəzi və hafız özü bezarrıydı əslən özündən. Yəni özünə nəhəb vururdu ki, sən bu riyavi şəxsiyyətdən çıxışıya da bəsdir. Hafız به حق قرآن که از شید و زرق بازآی باشد که گوی عیسی در این جهان توان زد.
Əlbəttə, bəzi nüsxələrdə İsinə vəzni eşqi yazılıbdır. Hər halda elə ikisi bir anlamı daşıyır ki, mən izahlandıracağım bunu. Bu zonlar düşüncəsi həmandır ki, Məsihiyyətdir, ya Məsihin özüdür ki, Hafiz hər yerdə onun adı gələndə əl-ayağı düşür titrəməyə, öz o içəridə olan şəxsiyyətini eşiyə qoyur. Müjde-i dil که مسیحا نفسی می آید که ز انفاس خوشش بوی کسی می آید. خب مسیحا نفسی gəlir və bu Məsiha nəfəsi bu adam axtarır. در آسمان نه عجب گر به گفته حافظ سرود زهره به رقص آورد مسیحا را. مسیحا kələməsi çox Hafizin şirlərində işlənir, elə bu anlamı da daşıyır. گر روی پاک و مجرد چو مسیحا به فلک از چراغ تو به خورشید رسد صد پرتو. Məsih kimi elə təmizlənəsən, gedəsən o səmtə, bil, səndən elə özünlə bu şua və bu pərtovu özünlə aparacaqsan. Aydötür buyururdular ki, o şeir ki var, نگار من که مکتب نرفت و مشق ننوشت به غمزه مسئله آموز صد مدرس شد. Bu bir didgahdır ki, yazılıbdır ki, Həzrət Muhammedin barəsindədir. Xud Bahadin Xürrəmşahi o Hafiznaməsində səhifə 640-da yazır ki, bu şeir əslən padişah zamaniyə mərbuddur. Yəni Şah Şuca. Çünki Şah Şucadan çox xoşu gəlirdi və Şah Şuca azadlıq vermişdi. Hafiz də çox rahat bu azadlıqdan bəhrə aparırdı və deyirdi ki, getginən şərab işinən ki, əhd Şah Şucaست امروز می دلیر نوش. O əsasda müxtəlif qəzəllərdə bu Şah Şucanı məth eləyir. Məğfirət ya qufran düşüncəsi ki, Məsihiyyətdə vardır ki, sən eləyə bilərsən. Bir para işlər ki, gördün, suçlar ki, qazandın, onları gedib etiraf eləməklə onu sənin üstündən götürülür və bağışlanırsan. Hafiz buna çox baxır. Bu qətiyyən Məsihiyyət düşüncəsindən alınıbdır. Meyxor be bang çəng و مخور قصه ور کسی گوید تو را که باده مخور گو هو الغفور. Nə şöysən gör, bir nəfər də sənə dedi ki, şərab içməclə badə qaldırmacla, sən ona denən ki, huvəl qəfur. Bu, Allahın qufran sifəti gələcəkdir, məni bağışlayacaqdır. Çox sərahətlə, çox şəstlə həm öz meyxarəlığını etiraf eləyir, həm öz şərab xarəgisinə və həm öz onun istədiyinə. Şərab təlx میخواهم که مردافکن بود زورش که تا یک دم بیاسایم ز دنیا و شر و şurش. Da bu şeiri sən nə cür buruşdurasan, aparasan, irfanə eləyəsən, ola bilməz ki, o qaliblərə girməz ki. Bu adam özü deyir, xasiyyəti şərab da budur ki, əqli zail eləyir və tərəf ki, biraz yatır. Məsələn, öz düşüncələrində bir cürdür ki, dünyanın şər-şurundan bir miqdar rahatləşir. Bunu görürdüm, bəzi vaxtlar da cəmaətin gözündən gizlincə aparırdı. Çünki o qəplığı var idi və o rendiliği var idi və o dəğa ki, öz işlərdirdi var idi, alladırdı ətrafyanı da. صراحی می کشم پنهان و مردم دفتر انگارند عجب گر آتش این زرق در دفتر نمیگیرد. Özü də təəccüb edir. Deyir ki, mən bu qəpliğimin odu niyə düşmür ki, bu dəftəri yandırsın? Kitabın arasına şərabı qoyuram, geyirəm, oturam çöldə. Hamı fikir eləyib bəlkə ki, mən orada kitab oxuyuram. Gəlirik indi eşq qavramına. Eşq qavramı Hafizin düşüncəsində baxmayaraq buna ki, Məsihiyyət qavramında diqqət-iz lav, eşq düşüncəsi tühlərdən, şamanizmdən gəlib ora. Müntəq gəlib ora, onlar bir dənə
kopi götürüblər də, yəni əsl o düşüncəni alanmayıblar. O kopi də gəlib keçib Hafizin əlinə. Eyni o Əflatunun düşüncəsindəki var idi ki, təmsili qarda bir para kölgələri bunlar həqiqət görürdülər. Bu həqiqəti eşqi dadmırdı ki, onun kölgəsini almışdı əlinə. Ona bir dənə teori tökürdü. Orada da gənə bir təqabül yaraldır Qur'anla eşqin barəsindəki deyir. O hətta o kopi və kölgə bir eşq nəcat bəxşidir. Nə Qur'an, eşq qətrəsəd be fəryad. Sən eşqin yetişər dadıva, gər xud besanə Hafiz Qur'an zəbər bixani. Baça, Qur'anı sən nə qədrdə oxuyasan, 14 rivayətlə də oxusan, bu sənə nəcat verməyəcək ki, sən o eşqin sənin dadıva yetişəcəkdir. Muntaha bu eşq hansıdır? Bu eşq həmandır ki, bu gənə təbəlvurunu bir cür Məsihiyyətdə görür. Təbib eşq مسیحادم است و مشفق لیک چون در تو نبیند کرا دوا بکند. O eşqi elə həmçinin Məsihiyyətin dəmi ilə onunla birlikdə görürdü. Bu Mevlana ilə çox fərqli düşüncədə idi. Mevlana'nın əlində bir eşq, gerçək eşq var idi. Şaman düşüncəsi, hob var idi. Onu daşıyırdı. Özü də bilirdi ki, bu eşqidə xətərat vardı. Eşq az əvvəl sərkeş xuni بود. Mevlana bilirdi. Hafız heç bunu bilmirdi ki, Hafız deyirdi ki, bir dənə vadidir, mənə çağırıblar. Nədanistəm ki, in dərya که موج خونفشان دارد. Gördüm içində, baxdım, gördüm ki, kolli burada xətərlər vardı. Hər zaman da istəyirdi bunu aşsın və desin, deyirdi ki, bir dənə müşkül dəstən gəlib qal. Müşkili eşq nə در حوصله دانش ماست. حل این نکته بدین فکر خطا نتوان کرد. Düşüncə qələt, bu eşqi necə eləmək olardı ki, sən aydınladasan. Bunun bu rendiliği eşqin barəsində həmandır ki, o cür ki, tarixdə gəlir Teymur Ləngin, Əmir Teymurun əlindən qutulur ki, o şeiri var ki, deyir ki, اگر آن ترک شیرازی به دست آورد دل ما را به خال هندویش بخشم Səmərqənd Buxara را. Ki, orada Əmir Teymur gəldi, bir belə qan töymüşük Səmərqənd Buxaranı ələ gətirmişik, sən bir xalınla bunu əldən verirsən və deyir ki, elə mən belə bağışlamışam, bu günə qalmışam. Görürsən ki, bunun eşqi də bir dənə rendi eşqidir. Amma eşq türkü ilə fərqli budur ki, o eşqi elə Nəsimi də görsədir Əmir Teymurla görüşəndə. Amma axırda gedir, çox canbazlıqla, fədakarlıqla canını əldən verir. Şəhid eşq olur. Zahidin bir barmağın kəssən dönər həqdən geçə, gör bu miskin aşığı sərpa soyurlar, ağlamaz. Eşq türkü Nəsimidə təbəlvur tapır və şəhid olur o yolda. Mevlana'da təbəlvur tapır. Amma eşq Məsihi sayeyi qullabi nə mənədir? Hafizdə təcəlli tapır ki, məşuqu da gərbun əlini oxuyur, deyir ki, sən düzdərsən də xirqəni at aşağıya, sən zonların var da aşağıdasan. Hələ mənim özümlə sən rast deyilsən. Bir nüşdə də ay götür, Cəfərpur işarə elədi ki, bəziləri bu döktür Suruşdan təqlid eləyirlər filan. Əvvələn, mən özüm döktür Suruşu nəqd eləmişəm. Balhay şikəstə kitabında Nami bal şikəsti bənqay bal göstər. Mənim məqaləmdir ki, 30 səhifədir, mən onu nəqd eləmişəm. Mən özümün də ələn düşüncəm bücürdür ki, hər halda biz bir dənə ağır həcmə ilə binamı şubiyə onunla müvacih ki, şubiyənin içində dötü şəriəti, dötü Suruş, Seyyid Hüseyin Nəsr, Misbah Yəzdi, Seyyid Cəvad Təbai, bunlar hamısı bir ordudadılar. Mümkündür bunun arasında fərqlər ola. Amma hamısı, gərçi hər
o Mevlana deyir ki, hər do bir yek kar əndərənd. Hər do bir yek kar əndərənd. Hamısı elə bir dənə işlədilər. O muntasib به جریان شعوبیه‌dir və به عنوان bir dənə əndişmənd və mühəqqiq در این اینکه محترمdir ولی əndişəsi də qabil nəqdidir. O əsasda mən bir qıssaca ki, yaddaşlarıma baxırdım, bunu təqdim elədim dostlara. Gələcəkdə ümidvaram ki, Elfan bəhsinə ki biz gələcəyik, tamamilə müstədəl biz Hafizi və İrfan Farsi Məcusi Hindi ki bir parası da qaynaqlanır orada Məsihiyyət düşüncəsindən ki min cümlə Hafiz o düşüncəni orada ağnadıbdır İslam dünyasına və bir ağır bir inhiraf yaraldıb İslam dünyasında. Biz onu da orada açıqlayacağıq. Sağ olasınız.